hərbi ekspert Yevgeni Diki aprelin 28-də Moskvada keçirilən hava hücumu siqnallarının sınaqlarını şərh edərkən Radio MV-nin efirində bildirib ki, Ukrayna müdafiə qüvvələrinin çox sayda Rusiya müəssisəsini vurmasından sonra Moskva öz hava hücumundan müdafiəsinin nəyə dəydiyini anlayır ki, deyib ki, onlar başa düşürlər ki, səmaları qorunur. Moskvadakı həyəcan siqnalları çox maraqlıdır. Bu o deməkdir ki, onların hava hücumundan müdafiəsi ciddi şəkildə tükənib. Və əlavə edib ki, Moskva Kremlin əhəmiyyətli sayda hava hücumundan müdafiə sistemi ilə qoruduğu Rusiyanın azsaylı regionlarındandır. Bura ümxət və müvəqqəti işğal olunmuş Krımda daxildir. Lakin Moskva birinci nömrə idi. Onlar hava hücumundan müdafiəsini Moskvaya və Kuril adalarından çəkdilər. Yeni torpaqda nüvə sınıq poligonunu tərk etdilər. Amma görünür ki, hava hücumundan müdafiəsi tükənir ya da bizim resurslarımız xeyli yaxşılaşır və beləliklə Moskvalılar həyəcanın nə olduğunu və onu eşidəndə nə etmək lazım olduğunu öyrənməyə başlayırlar. Biz Moskvalıların növbəti hava hücumu həyəcanını Moskva metro stansiyalarında gözlədikləri vaxtı gözləyirik, deyə Diki əlavə edib. Hatırladaq ki, mart ayında Ukrayna Rusiya paytaxtına ən böyük dron hücumunu həyata keçirib, Moskvaya ən azı 91 dron yönəldilib, nəticədə ən azı bir nəfər ölüb, yanğınlar baş verib. Hava limanları bağlanıb və onlarla uçuşun istiqaməti dəyişdirilib. Bu barədə Rusiya rəsmiləri bildirib. Müdafiə Nazirliyi bildirib ki, Rusiya üzərində ümumilikdə 337 Ukrayna dronu vurulub. O cümlədən 91-i Moskva vilayəti üzərində və 126-sı Ukrayna qüvvələrinin geri çəkildiyi Kursk vilayəti üzərində. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, bəzi sakinlər Kremlə təxminən 50 km cənub-şərqdə yerləşən Moskva vilayətinin Ramenskaya rayonunda çoxmərtəbəli binanı təxliyə etməyə məcbur olublar. Rusiyanın aviasiya nəzarətçisi hücumlardan sonra hava təhlükəsizliyini təmin etmək üçün Moskvanın bütün 4 hava limanında uçuşların dayandırıldığını bildirib. Moskvadan şərqdə yerləşən Yaroslav və Nijni Novgorod vilayətlərindəki daha 2 hava limanı da bağlanıb. Aprelin 28-nə keçən gecə Rusiyanın Bryansk vilayətində dron hücumu baş verib. Ukraynaya məxsus kamikadze dronlar Kremniyel elektronika zavodunu vurub. Zavodun ərazisində ən azı 10 partlayış baş verib. Nəticədə yanğın başlayıb. Zavod Rusiyanın hərbi ehtiyacları üçün elektronika istehsal edən ən böyük müəssisələrdən biridir. Yerli hakimiyyət orqanları bildirir ki, hücum zamanı hava hücumundan müdafiə sistemi işə salınıb və dronlar vurulub. Vilayətin qubernatoru Aleksandr Bakamazın sözlərinə görə dronlar mülki obyektlərə hücum edib və nəticədə bir nəfər həyatını itirib. Rusiya Müdafiə Nazirliyi isə Bryansk üzərində 102 Ukrayna dronunun vurulduğunu elan edib. Kremniyel zavodu Pantsir hava hücumundan müdafiə sistemi və İskəndər raket kompleksləri üçün mikrosxemlər və digər elektronika istehsal edir. Qeyd edək ki, bu zavod ilk dəfə dron hücumuna məruz qalmır. Zavod ötən ilin oktyabrında və bu ilin yanvarında da Ukrayna dronlarının hədəfi olmuşdu. Ой, блядь! Ой, блядь! Rusiya ordusu işğal olunmuş Donetsk vilayətində qeyri-adi bir zirehli dəmir yolu platforması yerləşdirib. Lakin Ukrayna qüvvələri onu dərhal məhv edib. Defense Express-in məlumatına görə 152-ci meşə briqadasına məxsus Ukrayna dronu həmin nəqliyyat vasitəsini vuraraq onun nə olduğu ilə bağlı suallar doğurub. Rusiyanın Ukraynaya qarşı apardığı geniş miqyaslı müharibəsində ən gözlənilməz kəşflərdən biri də döyüş sayəsində logistika üçün zirehli qatarın yenidən istifadəsi olub. Bu, müasir müharibə üçün həm köhnəlmiş, həm də absurd taktika təsiri bağışlayır.
Rusiya qoşunları Şərqi Ukraynanın işğal olunmuş ərazilərində dəmir yolu logistikasına fəal şəkildə arxalanırlar. Bura zirehli qatarların istifadəsi də daxildir. Lakin indi yayımlanan görüntülərdə daha qəribə bir şey görünür. Ukrayna dronu tərəfindən vurulmuş naməlum zirehli dəmir yolu vasitəsi, deyə Defense Express bildirir. Məhv edilmiş hədəf adi yük və ya manevr lokomotivinə bənzəmir. Onun şassi və təkər konstruksiyası göstərir ki, bu nəqliyyat vasitəsi öz-özünə hərəkət edə bilmirdi. Buna görə də dron uçumu xüsusilə vaqonun alt hissəsinə, alt quruluş və ya yanacaq sisteminin yerləşdiyi hissəyə yönəlib. Bu hissənin vurulması dəmir yolu platformasını effektiv şəkildə hərəkətsiz hala gətirib. Xatırladaq ki, zirehli texnika baxımından ciddi çatışmazlıq içində olan və Ukraynanın şərqində artan təzyiqlə üzləşən Rusiya komandirləri getdikcə daha ümidsiz addımlar atırlar. Onlar artıq bütünlükdə motosikletçilərdən ibarət batalyonları döyüşə göndərib, qoltuq ağacı ilə gəzən yaralıları cəbhəyə yollayıblar. İndi isə zirehlə təchiz etdikləri qatarı kobud bir döyüş nəqliyyat vasitəsi kimi istifadəyə veriblər. Bir çox ölkələrin ordusu tərəfindən könəlmiş hesab edilsə də, Rusiya hələ də zirehli qatarları onların hərəkətlilik, müdafiə və logistik imkanlarını nəzərə alaraq istifadə edir. Army Recognition redaksiyasının dəfələrlə bildirdiyinə görə, bu qatarlar Ukraynada geniş dəmir yolu şəbəkəsini qorumaq və mübahisəli bölgələrdə hərbi əməliyyatlara dəstək vermək üçün istifadə olunur. Onlar mübahisəli ərazilərdən əskər, texnika və təminat vasitələrini daşımaqla yanaşı, komanda və idarəetmə əməliyyatları üçün möhkəmləndirilmiş platforma rolunu oynayırlar. Bu qatarlar zenit topları və artilleriya daxil olmaqla müxtəlif silah sistemləri ilə təchiz olunurlar ki, bu da onların yerüstü və hava hücumlarına qarşı müdafiə və dəstək verməsinə imkan yaradır. Onların zirehli konstruksiyası kiçik silahlardan və qəlpələrdən qorunma baxımından yüksək müdafiə səviyyəsi təqdim edir ki, bu da onları düşmən mühitlərdə dözümlü edir. Bundan əlavə, zirehli qatarların istifadəsi Ukraynada və ətraf bölgələrdə geniş yayılmış dəmir yolu infrastrukturundan faydalanmağa imkan verir. Dəmir yolları böyük miqdarda hərbi təminat və şəxsi heyətin sürətli şəkildə daşınmasını təmin edə bilir ki, bu da uzun müddətli əməliyyatları dəstəkləmək üçün vacibdir. Bu logistik üstünlük Rusiyanın geniş əraziləri tutmağa və saxlamağa yönəlmiş hərbi strategiyası kontekstində xüsusi əhəmiyyət daşıyır. Buna görə də könəlmiş görünsələr də zirehli qatarlar hələ də Rusiyanın hərbi alətlər qutusunda praktik bir vasitə olaraq qalır.